Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Gələk bu gün Azərbaycan dilində əsas nitqçələrdən biri olan feillər mövzusuna. Feillər mövzusu biraz uşaqlar çox olduğu üçün, yəni ki, ağır deyil, çox olduğu üçün ona görə də mövzunu 3 yerə böləcəyik. Bir, feilin quruluşça növləri, daha sonra qrammatik məna növləri, şəkillərin şəkilçiləri haqqında danışacağıq. İkinci videomuzda ondan sonra da təsriflənməyən feillər haqqında danışaraq mövzumuzu bitirəcəyik. Daha sonra gələk indi feillərə. Feillər nədir? Feillər ümumi qrammatik mənasına görə əşyanın hərəkətini bildirən əsas nitqçəsində deyirlər, feillər deyilir. Feillər deməli Azərbaycan dilində 2 cür feil var. Bunlardan biri aktiv feillərdir, digəri isə nədir? Pasiv feillərdir. Aktiv və pasiv feillər var. Aktiv feillər nədir? Məsələn, uçan, qaçan, sürünən bunların hamısı nədir? Aktiv feillərdir. Digərləri pasiv feillərdir. Pasiv feillərdə nisbətən içərisində hərəkətin daha zəif olan feillərə nə deyirlər? Pasiv feillər deyirlər. Məsələn, tutaq ki, yeməkdir, oturmaqdır, içməkdir. Bu kimi feillərdə nədir? Pasiv feillərdir. Mövcud vəziyyətə görə uşaqlar feillərin deməli, feillərin quruluşca 3 növü var. Bütün nitqçələrində olduğu kimi deməli birinci feillər sadə feillərdir. İkinci düzəltmə. Üçüncü nədir? Mürəkkəb. Yazın bilərsiniz. Sadə feillər nədir? Sadə feillər bir kök və yaxud da kök və qrammatik şəkildən ibarət olan feillərdir. Düzəltmə feillər kök leksik şəkildən ibarət olan feillərdir və yaxud da sonra qrammatik şəkilçi əlavə oluna bilər. Mürəkkəb feillər nədir? 2 və daha artıq müstəqil sözün birləşməsindən əmələ gələn feillərə mürəkkəb feillər deyilir. Sadə feillər mövcud vəziyyətə görə yadınızda saxlayın ki, uşaqlar, Azərbaycan dilində sadə feillərin bir çoxu, yəni hardasa 99% nələrdir? Öz milli mənşəli sözlərimizdir. Amma bir çox sözlər var ki, bunlar nədir? Bunlar sadə feillər olsa da ancaq alınma sözlərdir. Bunlar 3 dənə sözü idi. Xatırlamaq sözü var. Xatırlamaq, bağışlamaq sözü var. Bağışlamaq. Ondan sonra da bir də var tərcitmək sözü. Tərcitmək. Aha, bax, xatırlamaq sözünün özü sadədir. Bağışlamaq sadədir. Tərcitmək deməli sadədir. Tərcimək deyə sən deyə bilirsən. Tutaq ki, deyirəm ki, pis vərdişləri tərcidim. Sən deyirsən onu. Amma Azərbaycan dilində tərcimək deyə bir söz olmadığına görə tərcitməyini eləyəcəksən, bir götürəcəksən. Və yaxud da xatır deyə də xatırdan xatır əmələ gəlmir. Və yaxud da heç xatır deyə bir söz yoxdur. Ona görə bir getəcək. Bağışlamaq sözündə bağ sözündən bağış əmələ gəlməyəcək. Ona görə də bir gedəcək. Və yaxud da buna uyğun olaraq uşaqlar bir çox sözlər var ki, onu şagirdlər nə edirlər? Səhv başa düşürlər o sözləri və gedir düzəltmə söz kimi götürürlər. Bu sözlərdən biri hansılardır? Məsələn, dağıtmaq sözü var. Dağıtmaq. Aha, dağ sözündən pis yazdım. Dağıtmaq. Aha, dağıtmaqda dağ sözündən dağıt əmələ gəlmir. Ona görə də nə eləyəcək? Bir gedəcək. Və yaxud da sarsıtmaq sözü. Sarsıtmaq sözü nədir? Sadə sözdür. Dedikcə buradan yazın. Dağılmaq sözü nədir? Sadə sözdür. Danışmaq sözü. Danışmaq. Sadə sözdür. Sadə feildir. Görürsən? Dan sözündən danış əmələ gəlmir. Və yaxud da buna uyğun olan söz var, dəyişmək sözü. Dəy sözündən dəyiş əmələ gəlmir. Bir gedəcək. Başa düşdünüz? Saxlamaq sözü. Gedib burada layihəni götürüb belə tez bazar götürməyin. Sözü axıra qədər oxuyun. Başa düşdünüz? Bunların hər biri nədir? Sadə sözlərdir. Düzəltmə feillər nədir? Düzəltmə feillər kök və leksik şəkildən ibarət olan feillərə düzəltmə feillər deyilir. Düzəltmə feillərin özü də 2 yerə bölünür. Bir adlardan düzələn feillər, məsələn bu isimdən ola bilər, sifətdən ola bilər, zərfdən ola bilər, bunlardan düzələn feillər ola bilər. Bir də var ki, feillərdən elə özündən feildən düzələn feillər ola bilər. Bu da nədir? Feillərdən düzələn feillərdir. Və buna uyğun olaraq adlardan düzələn feillərə məsələn la şəkilçisi var, birinci, ikinci ola bilər lan şəkilçisi var. Üçüncü ola bilər laş şəkilçisi ola bilər. Daha sonra dördüncü ar şəkilçisi var. Beşinci məsələn al şəkilçisi var. Daha sonra altıncı sa var. Sa üstü 2 var. Ondan sonra yedinci ix var. Məsələn 8-ci tutaq ki ı var. Və s. kimi şəkilçiləri göstərmək olar. Gələk bunlarda məsələn ı şəkilçisi nə zaman ola bilər? Məsələn turş sözü və yaxud da turşu sözü. Görürsən, turş sözü nədir? Turş sözü sadə turş sifətdir da. Sən bundan nə eləyəcəksən? Turşu, niyet, turşumaq, nə etmək? Turşumaq. Deməli o zaman nə olacaq? Düzəltmə feil əmələ gətirə bilər. Və yaxud da su. Su sözündə su-sa ola bilər. Su sözündən susa. Sa şəkilçisi əksər vaxt uşaqlar, əksər vaxt 2 mövqedə. Ümumiyyətlə sa şəkilçisinin mövqeyi çox zəngindir. Məsələn, bir işlənə bilər, keçək. Sa üstü 2 şəkilçisi işlənə bilər. Bağlayıcı kimi, qarşılıq bağlayıcı kimi. Daha sonra sa şəkilçisi işlənə bilər. İsənin qısaldılmış forması kimi, şərt şəklində kimi,
şərt şəklinin şəkilçisi kimi işlənə bilər. Bir də leksik şəkilçisi mövqeyində işlənə bilər. Bax, şərt şəklində bir də isə mövqeyində bu şəkilçi qrammatik şəkilçidir. Amma bildiyimiz kimi adlardan fe'l düzəldən şəkilçi mövqeyində isə nə olacaq? Leksik şəkilçi mövqeyində olacaq. Məsələn, buna uyğun olaraq susa sözü var. Susa. Aha, görürsünüz, leksik şəkilçi mövqeyində oldu. Niyə? Bax, harda fe'l görürsünüzsə, gördünüz ki, köv və şəkilçiyi ayıra bilmirsiniz. O zaman nə edin? O zaman mamə şəkilçisini artırın. Mamədən sol tərəfə olanlar, sağ tərəfə olanlar nə olacaq? Qrammatik şəkilçi olacaq. Sol tərəfə olanlar nə olacaq? Leksik şəkilçi olacaq. İndi gördünüz və yaxud da qəribsə sözü var. Qəribsə. Bu zaman nə olacaq? Qərib sözündən qəribsə şəklində istifadə olunacaq. Amma tutaq ki, deyirəm ki, anar gəlsə yaxşı olacaq. Yaxşı olacaq. Aha, bu zaman nə olacaq? Bax, gəlsə. Bu zaman nə olacaq? Bu zaman qrammatik şəkilçi mövqeyində olacaq. Niyə? Çünki gəl, bax, maməni sən bura artırırsan. Mamədən bu tərəf olanlar nə idi? Sağ tərəf olanlar qrammatik şəkilçi mövqeyində olurdu. Və yaxud da qarşılaşdırma bağlayıcılar var, amma ancaq, lakin, fəqət isə. O mövqeydə indi digər mövqeylərdə başa salacağıq və İnşallah ki, öyrənəcəksiniz. Bundan başqa la şəkilçisi. Bunu sildim ki. La şəkilçisi var. La şəkilçisi də adlardan budur. La şəkilçisi var. La şəkilçisi nədir? Adlardan fe'l düzəldən şəkilçisi. Məsələn, tutaq ki, deyirəm ki, işlə. Və yaxud da gözlə. O zaman iş sözündən işli olur, göz sözündən də gözlü olacaq. Lan şəkilçisi. Uşaqlar, mövcud vəziyyətə görə lan şəkilçisi həm parçalana bilər, həm də parçalana bilməyən şəkilçidir. Məsələn, hansı mövqeydə parçalanır? Söz yaradıcılığında demişdim, lan və la şəkilçiləri hansı mövqeydə parçalana bilir, hansı mövqeydə isə parçalana bilmir. Aha, sən əgər la'dan sonra maq artıra bilirsənsə, o zaman nə edəcək? Lan şəkilçisi parçalanacaq. Amma artıra bilmirsənsə, o zaman nə olacaq? Parçalanmayacaq. Məsələn, sənə desəm ki, tutaq ki, cəsarətlənmək sözü, cəsarətlənmək. Aha, bu zaman nə olacaq? Cəsarət sözünün kökü cəsarətlənmək deyə bir söz yoxdur və o zaman nə edəcək? Bir gedəcək. Və yaxud da desəm ki, cəsarətlənməkdən başqa güclənmək sözü var. Güclənmək. Aha, güc sözündən gücləmək deyə bir söz yoxdur. O zaman nə edəcək? Lanlən bir gedəcək. Amma lanlərin parçalanan mövqeyləri də var. Məsələn, tutaq ki, deyim ki, nə deyək? Odlanmaq sözü. Odlanmaq. Aha, od sözünün kökü, od sözünün odla, odlamaq. Aha, çünki niyə? Maq deyə bir söz, odlamaq deyə bir söz var. Ona deməli nə edəcək? Maq, lan parçalanacaq. Amma buna uyğun bunun qohum əqrəbası olan bir söz var. Alovlanmaq sözü var uşaqlar. Alovlanmaq. Alov sözünün kökü olacaq. Lanmaq. Aha, alovlamaq deyə bir söz yoxdur. Ay müəllim, mən işlədirəm, əcəb eləyirsən, amma düz eləmirsən. Bu zaman nə olacaq? Bir gedəcək. Buna uyğun olaraq la şəkilçisi də var. La şəkilçisi də həm parçalana bilən, həm də parçalana bilməyən şəkilçidir uşaqlar. Məsələn, elə lan şəkilçisinin mövqeyində istifadə olunan bir sözdür. Tutaq ki, sənə desə ki, lan şəkilçisi parçalanır. Məsələn, tutaq ki, deyirəm ki, yəhərlənmək sözü. Yəhərlənmək. Bu söz topluda da var. Yəhər sözündən yəhərləməkdir, varmı? Yəhərləmək var. Ona deməli necək? Parçalanacaq. Və yaxud da yaşıllaşmaq sözü, yaşıllaşmaq. Aha, yaşıl sözün kökü, yaşıllamaq deyə bir söz var, yaşıllamaq yoxdur. Ona deməli necək? Laş bir gedəcək. Və yaxud da buna uyğun olaraq bir söz də var, rastlaşmaq sözü. Rastlaşmaq sözündə uşaqlar, mən də işlədirəm hərdən dilimizdə olur da, indi bəzən dünyana da sizdə adam sıxır. Rastlaşmaq. Aha, rast sözündən gətirib bunu yoldaşlar nə edirlər? La ilə laşı parçalayırlar. Amma başa düşmürlər ki, dilimizdə rastlamaq deyə bir söz yoxdur. Onda deməli nə edəcək? Laş bir gedəcək. Və yaxud da buna uyğun olaraq üzləşmək sözü var. Üzləşmək. Bax, bu sözlər tez-tez düşür. Üz sözündən üzləmək deyə də bir söz var uşaqlar. Amma üzlə ilə üzləş arasında məna bağlılığı olmadığı üçün o zaman nə edəcək? Laş-laş bir gedəcək. Və yaxud da başqa bir söz də var idi. Ayaqlaşmaq sözü. Ayaqlaşmaq. Aha, ayaq sözündən ayaqla deyə bir söz var. Buna mənim şübhəm yoxdur. Amma uşaqlar, ayaqla nəyisə xınçmaq mənasını ifadə edir, amma ayaqlaşmaq kimlənsə bərabər getmək mənasını ifadə etdiyi üçün bu şəkilçi parçalanmayacaq. Ona deməli nə edəcək? Parçalanmayacaqsa bir gedəcək. Yəni ayaqlaşmaq sözündə la şəkilçi parçalanmadan bir gedəcək.
Uşaqlar bir də lan şəkilçisində lan və la şəkilçisində həm parçalana bilər, eyni sözdə həm parçalana bilər, həm də parçalana bilməz. Məsələn, tutaq ki, yağlanmaq sözündə yağlanmaq sözüdür. Daha sonra sulanmaq sözüdür, sulanmaq sözüdür və yaxud da buxarlanmaq sözüdür. Bunu da mən sizə bonus kimi deyim. Buxarlanmaq sözü var. Daha sonra daşlaşmaq sözü var. Daşlaşmaq sözü var ki, bunlarda həm lan parçalana bilər, həm də parçalana bilməz. Aha, məsələn, burada həm parçalana bilər, həm də parçalana bilməz. Parçalana bilər, parçalana bilməz. Parçalana bilər, parçalana bilməz. Həm də bu şəkildə ola bilər. Əgər sənə tutaq ki, desə ki, saçım yağlanıb. O zaman nə edəcək? Saçı kimsə yağlamır da, saç bir yağlanacaq, yəni öz-özünə yağlanacaq. O zaman nə olacaq? Bax, gör nə deyirəm? Qayıdış növ məzmunlu məlum növdür. Sən saçım yağlanan mövqeyində nə götürəcəksən? Bunu məlum növ götürəcəksən. Başa düşdünüz? Məlum. Amma tutaq ki, desəm ki, sini yağlandı. Sini yağlandı. Yağlandı. O zaman baxırsan ki, uşaqlar, yəni sini öz-özünə yağlanmır da, sinini kimsə yağlayır və bu zaman la və lam parçalanacaq və bu zaman nə olacaq? Məchul növ olacaq. Məchul. Sulanmaq sözü də eyni ilədir. Əgər tutaq ki, sənə desə ki, ağac sulandı, o zaman parçalanacaq. Amma tutaq ki, və parçalanan zaman o zaman nə olacaq? Bax, ağac sulandı. Ağac özünə sulanmır ki, ağacı kimsə sulayır da və bu zaman nə olacaq? Məchul növ olacaq. Bir də tutaq ki, deyirəm ki, gözüm sulandı. Düzdür, gözü də kimsə sulamır və məsələn ona görə də parçalanmayacaq və bu zaman nə olacaq? Məlum növ olacaq. Niyə məlum növ olur? Niyə qayıdış növ olmur? Çünki uşaqlar, qayıdış növünün orada şəkilçisi yoxdur. Başa düşdünüz? Göz sulandı deyəndə lan ləm bir gedəcək. Məlum qayıdış növündə lan deyə bir şəkilçisi olmadığı üçün o zaman nə olacaq? O zaman sən bunu məcbur məlum növ götürəcəksən. Buxarlanmaq mənasında tutaq ki, desəm ki, su buxarlandı və bu zaman su buxarlandı deyəndə la və lam parçalanacaq. Amma tutaq ki, başını buxara vermək mənasında ifadə olunanda tutaq ki, deyirlər filankəs o qədər əsəbləşir ki, deyir ki, filankəsin başını buxara verdi. Yəni əsəbləşmək mənasını ifadə eləyəndə o zaman lan nə eləyəcək? Bir gedəcək. Daşlaşmaq mənasında əgər uşaqlar daşlaşdı deyəndə qarşı-qarşıya daşlaşmaq mənasını ifadə eləyəndə la və lam parçalanacaq. Bu zaman nə olacaq? Qarşılıq növ şəkilçisi olacaq. Amma tutaq ki, la şəkilçisi nə zaman parçalanmaz? Daşlaşmaq sözündə tutaq ki, deyirəm ki, sement daşlaşdı deyəndə isə o zaman sementi kimsə daşlamır ki, daşlaşır da sement. O zaman nə olacaq? Bir gedəcək. Başa düşdünüz? Okay. Mənə elə gəldi ki, burada çox elə problemli məqam qalmadı. Və yaxud da adlardan feil düzəldən şəkilçilərdən biri xala şəkilçisi var. Aha, ov xala məsələn. Ov xala. O zaman nə olacaq? Ov sözünün kökü olacaq. Xala nə edəcək? Bir gedəcək. Və yaxud da ımsa şəkilçisi var. İmsə. Məsələn, tutaq ki, mənimsə. Mənimsə. Bu nədir? Əvəzlikdən feil düzəlir. Deməli, əvəzlikdən feil düzələ bilərmi? Bəli. Əvəzlikdən də feil düzələ bilər. Və yaxud da ıq şəkilçisi var. Iq üstü 4 şəkilçisi. Məsələn, gecikmək. Gecik. Bu zaman nə olacaq? İlk şəkilçisi bir gedəcək. Və yaxud da al şəkilçisi var. Məsələn, tutaq ki, düzəl. Düzəl. Görürsünüz uşaqlar. Bax, düzəl sözündə düz sözün kökü al leksik şəkilçisidir və düz sözünə iki variantlı şəkilçi qoşulur. O zaman nə olacaq? O zaman deməli bu adlardan düzələcək. Başa düşdünüz? Understand? Daha sonra bir də feillərdən feil düzəldən şəkilçisi var. Feillərdən feil düzəldən şəkilçilər nisbətən azdır. Məsələn, ıl şəkilçisidir, ış şəkilçisidir, ın şəkilçisidir, dır şəkilçisidir, daha sonra t şəkilçisidir. Bunlardır. Bunlar deməli nədir? Feillərin çox vaxt qrammatik məna növündə olan şəkilçilərdir. Məsələn, tutaq ki, yazılmaq. Yazılmaq. Aha, yaz sözündən yazılır. Gördünüz, söz nədən əmələ gəlibdir? Feildən əmələ gəlibdir. Niyə? Çünki kökü feil. Niyə? Çünki öz leksik şəkilçisindən bir vahid əvvəlki söz nədir? Feildir. Və yaxud da ı şəkilçisi var. I şəkilçisi qazımaq sözü. Tutaq ki, qazımaq. Aha, qaz sözündən qazı. Yeri qazımaq mənasını ifadə edəndə o zaman nə olacaq? Leksik şəkilçi mövqeyində işlənəcək. Və yaxud da t şəkilçisi var və yaxud da ıt da ola bilər bu. Bu zaman nə olacaq? Oxutmaq. Oxutmaq. Oxu sözündən oxut ola bilər. Və yaxud da ız şəkilçisi var. Qorxus. Qorxus. Bu zaman nə olacaq? Qorx sözündən qorxuz əmələ gələ bilər. Iş şəkilçisi. Məsələn, tutaq ki, deyirəm ki, yazış. Yaz sözündən yazış əmələ gələ bilər. Bu başa düşdünüz? Ümumiyyətlə yadınızda saxlayın ki, uşaqlar, yazış sözü nədir? Yazış sözü qarşılıq növüdür.
Başa düşdünüz? Ay müəllim, mən qrupda bir yazışırıq axı. Qrupda yazışanda sən qrupda yazırmısan, get Messengerdə yazış, get Instagramda yazış. Bu zaman nə olacaq? Yenə də qarşılıq növ olan feildir. Daha sonra uşaqlar, şagirdlərin burada çox da problemi olmur. Şagirdlərin əsasən problemi olduğu məqamlar hansılardır? Şagirdlərin əsas problemi olduğu məqamlar olet bilgili feillərdir, yəni mürəkkəb feillərdir. Mürəkkəb feillərdə indi onu da elə deyəcəm ki, normal bir qaydada deyəcəm, yəni onun da yolu var. Hər bir şey bircə ölmə çarə olmadığı üçün onun da yolu var və o yolla getsəniz, əgər nə eləyəcəksiniz, tezcə tapacaqsınız. Deməli, mürəkkəb feillərin əmələ gəlməsində ıb birinci yol var ki, ıb plus çıxdı və yaxud da getdi, gəldi. Bu kimi feillərdən əmələ gələ bilər. Məsələn, tutaq ki, deyirəm ki, Anar kitabları qoyub, çıxıb. Yox, burada ıbdan sonra şey deyil. Çünki feili bağlama şəkilçisidir. Vergül olmur. Kitabları qoyub, çıxıb getdi. Çıxıb getdi. Və bu zaman ıb plus get var. Nə olacaq? Deməli, mürəkkəb feil olacaq. Başa düşdünüz? Sən burada bunu çıxıbı ayrı söz, gedibi də ayrı söz kimi şəklində götürə bilməzsən. Daha sonra uşaqlar, bir də bu çox düşməyən bir şeydir. Daha çox miqdara düşən bir şeydir bu. Bir də abituriyent səviyyəsində daha çox nələr düşür? Oldu, etdi, bildi, qıldı. Bu kimi sözlərdir. Bu kimi sözlər vasitəsilə yaranan mürəkkəb sözlər var. Qıl sözünü sən avtomatik niyə eləyəcəksən? Avtomatik deməli görən kimi elə mürəkkəb feil kimi götürəcəksən. Məsələn, tutaq ki, buna uyğun olaraq indi bu bir vaxt bu kitablarda var idi, daha sonra çıxarıldı. Məsələn, namaz qılmaq. Namaz qılmaq. Aha, bu zaman nə olacaq? Namaz qılmaq bir gedəcək və yaxud da çarə qılmaq. Bu zaman nə olacaq? Bir gedəcək. Başa düşdünüz? Əlac qılmaq. Əlac qılmaq. Bu zaman qılmaq sözü elə bu şəkildə bir gedəcək. Başa düşdünüzmü? Gələk indi burada şagirdləri əsasını çaşdıran məqamlar hansılardır? Oldu, etdi, bildi. Bunlar uşaqlar həm sadə feil ola bilər, həm də mürəkkəb feil əmələ gətirə bilər. Yəni iki sözdən artıq da ola bilər. Bir də həm də olmaq sözü ayrıca sadədir, etmək sözü ayrıca sadə ola bilər, bilmək sözü ayrıca sadə ola bilər. Nə zaman sadə feil ola bilər? Ol sözündən danışırıq da, ol feilindən danışırıq. Əgər yadınızda saxlayın və bir yerdə qeyd edin. Bax, iki yolu var. Tapmağın iki yolu var. Ondan hər birini deyəcəm, tapmaq asan olacaq sizə. Məsələn, tutaq ki, baxın uşaqlar, ol sözü əgər anadan olmaq, mövcud olmaq, daha sonra iştirak etmək, daha sonra şəhərdə yaşamaq mənasında şəhərdə demək, kənddə yaşaya bilər. Yaşamaq mənasını ifadə eləyirsə, o zaman nə olacaq? O zaman bu deməli sadə feil olacaq. Nə olacaq? Sadə. Məsələn, tutaq ki, deyirəm ki, Anar Bakıda olur. Bu zaman nə olacaq? Olur sözü sadə olacaq. Niyə? Çünki yaşamaq mənasını ifadə etdi. Və yaxud da deyirəm ki, nə eşq olaydı, nə tutaq ki, nifrət. Aha, bu zaman bax, nə eşq mövcud olaydı, nə də nifrət mövcud olaydı. Bu zaman nə olacaq? Sadə feil kimi olacaq. Və yaxud da deyirəm ki, o iclasda oldu. Bu zaman nə olacaq? İclasda mövcud olmaq mənasını, iştirak etmək mənasını ifadə edəcək və bu zaman da deməli sadə feil kimi olacaq. Bax, bunlar istisna olmaqla digər qalanlarda isə ən çox nə olacaq? Qrammatik deməli mürəkkəb söz əmələ gətirəcək. Bax, məsələn, tutaq ki, hansılardır? İndi bunun asan yolunu bax, indi bura diqqətlə qulaq asın. Asan yolu nədir? Asan yolu ondan ibarətdir ki, uşaqlar. Bax, məsələn, kömək olmaq, şad olmaq, həkim olmaq, qəmgin olmaq. Bir çox söz yazaq da, yazdıq indi bura. Bax, uşaqlar, tapmağın ən asan yollarından biri də budur. Sən burada olmaq sözünü silirsən. Bax, uşaqlar, kömək olmaq, görsən, nədir?
deməli bu söz mürəkkəb feildir. Və olmaq sözünü siləndə sən bura görsən şəxs sonluğu artıra bilirsən. Köməyə və yaxud da o ona köməkdir. Şad olmaq, şadam. Onunla tanışdığıma şad oldum və yaxud da şadam. Və yaxud da deyirəm ki, həkim oldum və yaxud da deyirəm ki, həkiməm. Görürsüz? Sən bunu şəxs sonluğu qoya bilirsən. Və yaxud da bu hadisədən çox qəmgin oldum, bu hadisədən çox qəmginəm. Görürsən? Şəxs sonluğu qoya bilirsən. O zaman nə olacaq? Bu əksərində belədir. Hamısında demirəm. Ha, əksərində belədir ki, sən olmaq sözünü çıxıb, bu zaman nə ola bilər, nə qoya bilərsən? Sən buna şəxs sonluğu artıra bilərsən. Və bu zamanda nə olacaq? Mürəkkəb söz əmələ gətirəcək. Başa düşdünüz? Bax. Yəni bu çox asan yoldur. Daha sonra uşaqlar et, bir də bil feilləri. Et feili də həm sadə ola bilər, həm də mürəkkəb formada istifadə oluna bilər. Sadə nə zaman ola bilər? 1. Yerinə yetirmək, daha sonra görmək mənasını ifadə eləyəndə. Bu görmək nəyəsə baxıb görmək mənasında yox, iş görmək mənasında. Tutaq ki, deyirəm ki, işləri etdim. Yəni işləri gördüm mənasını ifadə eləyəcək. Bu zaman nə olacaq? Sadə feil olacaq. Amma tutaq ki, kömək etmək. Bu zaman nə olacaq? Bax, kömək yerinə yetirmək mənasını ifadə etmir də. O zaman bir şəkildə mürəkkəb feil kimi gedəcək. Və yaxud da deyirəm ki, tapşırıqları etdim. Yəni tapşırıqları nə eləmişəm? Yerinə yetirmişəm. Bu zaman nə olacaq? Sadə söz kimi götürüləcək. Başa düşdünüz? Bil sözünü tapmaq asandır. Yəni bili tez-bazar tapacaqsınız. Çünki asandır onu tapmaq. Çox asandır. Əgər uşaqlar, birinci yol nədir? Birinci yol ondan ibarətdir ki, bil feili əgər xəbəri olmaq, məlumatı olmaq, xəbəri olmaq, nə isə bilmək, bilmək mənasını ifadə edirsə, bax bu üç mövqedə nə olacaq? Sadə feil olacaq. Tutaq ki, deyirəm ki, Allah indi uzaq eləsin. Tutaq ki, deyirəm ki, Anarın, bu dəfə də Anarı öldürək. Hər dəfə olmayacaq Anar. Anarın öldüyünü bilir. Aha, ananın öldüyünü bilir. Yəni ananın öldüyünə nəyi var bunun? Bu adamın xəbəri var. Elə və yaxud da ananın evləndiyini bilir. Bu dəfə də evləndirək. Hər dəfə şomağızda olmayaq. Məlumatı var da bunun. Görürsüz? Nə isə bilmək mənasını ifadə eləyir. Bu birinci yoldur. Bu bunun elmi yoludur. Bir də var ki, əgər uşaqlar A plus bil mövqeyində olanda, bu zaman mürəkkəb feil olacaq. Məsələn, tutaq ki, deyirəm ki, nereye yazaq? Anar yaza bilir. Aha, anar yaza bilir deyəndə o zaman nə olacaq uşaqlar? Bax, A plus 1 var. Bu zaman deməli bir şəkildə gedəcək. Bunu gedib. Bax, uşaqlar yadınıza saxlayın ki, bu A feillərə qoşulmalıdır. Tutaq ki, deyirəm ki, hələ bilir. Görürsən, hələ burada. Başqa neçə zərf olduğu üçün bu zaman nə olacaq? Bax, görürsən, A-əni görüb burada, gedib bunu bir götürməyin. Burada hələ bilir deyəndə, hələ məlumatı var mənasını ifadə eləyəcək və bu zaman bilir sözü ayrılıqda nə olacaq? Sadə feil kimi işlənəcək. A feili bu, A şəkilçisi burada feilə qoşulmalıdır. Tutaq ki, deyirəm ki, kömək edə bilər. Bu zaman nə olacaq? Bax, etmək feili var, kömək etmək var. Bu zaman nə olacaq? Deməli, feil plus A var, plus bilmək var. Bu zaman nə olacaq? Bu zaman deməli, bir getiriləcək. Başa düşdünüz? Amma I plus bil versə sənə, bu zaman nə olacaq? Bu zaman deməli, sadə feil olur. Məsələn, tutaq ki, deyirəm ki, I plus bil mövqeyində nə olacaq? I plus bil mövqeyində bu sadə olacaq. Məsələn, tutaq ki, deyirəm ki, Anar, tutaq ki, yazmağı bilir.
Yəni bilmək nədir burada? Xəbəri olmaq mənasını ifadə edəcək. Bu da bu zaman sadə feil kimi istifadə olunacaq. Daha sonra uşaqlar, feillərdə var təsdiq və inkar feillər. Bu feilin özünə məxsus olan xüsusiyyətidir. Təsdiq və inkar feillərdə təsdiq feillər məsələn hansılardır? Getdi, gəldi. Görürsüz, tərkibində mamə şəkilçisi olmayan şəkilçilər nədir? Sözlər nədir? Təsdiq feillərdir. Və yaxud da deyil olmayan sözlər nədir? Təsdiq feillərdir. Amma sən buna mamə şəkilçisi artırsan, bu zaman nə olacaq? İnkar feillər əmələ gətirəcək və inkar şəkilçisi də nədir? Ma üstü 2 şəkilçisidir. Ma üstü 2 şəkilçisi vurğu qəbul etmir və bununla bərabər feilin inkarını yaradan bir söz də var ki, deyil sözüdür. Aha, deyil sözü və ma üstü 2 şəkilçisi ilə birlikdə feil inkar əmələ gətirə bilər. Və uşaqlar, bu deyil şəkilçisi, bu mamə hər feilə qoşulmur. Hər feil mamə şəkilçisi qəbul etməyə bilər. Məsələn, tutaq ki, lazım şəklində olan feillər var ki, onlar deməli nə edəcək? Mamə şəkilçisi qəbul etməyəcək. Lazım şəklinin şəkilçisi hansı idi? Asıl şəkilçisidir. Məsələn, tutaq ki, deyirəm ki, Anar dəftəri yazası deyil. Yazası deyil. Görürsünüz? Bax, sən özündən bədahətən nə olur? Deyil sözü tələb eləməyə gəlir. Niyə? Çünki lazım şəklində olan feil ma üstü 2 şəkilçisi qəbul edə bilmir. Görürsən, Anar dəftəri yazmayasıdır deyə bilirsən, amma qrammatik cəhətdən düzgün eləmirsən. Başa düşdünüz? Daha sonra, bunu da hər yerdə demişəm uşaqlar. Gəlin bunu da deyim. Bir də vacib şəklində olan feillərdir ki, vacib şəklində olan feilin də inkarı həm ma ilə, ma üstü 2 şəkilçisindən, həm də deməli nə ilə düzələ bilər? Həm də deyil sözündən düzələ bilər. Məsələn, tutaq ki, deyirəm ki, kitab oxunmalıdır. Bu nədir? Təsdiqdədir. Kitab oxunmalıdır. Bu nədir? Ma ilə düzələn vacib növ şəkilçisidir. Vacib növ deyirəm, vacib şəklinin şəkilçisidir. Bir də kitab oxunmalı deyil. Deyil sözdə nəyə qoşulur? Feildən sonra qoşulur. Başa düşdünüz? Bir də uşaqlar, onu yadda saxlayın ki, ma üstü 2 inkar şəkilçisi bəzi hallarda iki mövqedə var ki, orada şəkilçisinin tərkibində olan asaitini itirir. Bu hansı növdədir? Bir, ır şəkilçisində indiki növ şəkilçisini indiki zaman şəkilçisini qəbul eləyərkən masını, asını itirir və mır şəklində olur. Mır şəklində olur. Bir də ar şəklində, ar üstü 2 zaman şəkilçisi qeyri-qəti gələcək zamanda m asını itirir, ma asını itirir və bax burada a bunun asıdır və bu ar z-ya çevrilir. Yəni maz şəklində olacaq. Başa düşdünüz? Maz üstü 2 şəklində olacaq. Və sənə buradan çeşitli suallar sala bilərlər. Tutaq ki, deyərlər ki, bir hecanın tərkibində 2 şəkilçi ola bilər. Varmı? Var. Məsələn, maz şəkilçisi bir hecalı şəkilçidir və 2. Tutaq ki, deyirəm ki, anar deməyək də, Jonathan deyək. Jonathan, tutaq ki, toya gəlməz. Görürsünüz? Gəl sözün kökü mamə inkar şəkilçisidir. Az da nədir? Zaman şəkilçisidir. Sənə gətirib burada manı inkar şəkilçisi kimi verərlər çaşdırmaq üçün. Yalan deyərlər. Başa düşdünüz? Və yaxud da anar toya gəlir. Aha, anar toya gəlmir deyə indi. Gəlmir. Gördünüz? Gəl sözündən. Başa düşdünüz? Bala, başqa fərqli məqamlar qaldı mı? Belə fərqli məqamlar qaldı mı? Hələ ki, belə fərqli məqamlar qalmadı. İnşallah uşaqlar çox sağ olun. Allah amanında. Videomuza yorum yazmağı və bəyənməyi unutmayın. Əgər əlaqə saxlamaq istəyirsinizsə 050 647 09 39 nömrəsi ilə əlaqə saxlayıb hazırlıqlarımıza yazılmaq istəyirsinizsə və onu da qeyd edeyim ki, sentyabrın ayı onlayn qruplarımızla artıq başlayırıq. 9, 10, 11-ci siniflərdə artıq başlayırıq və qruplarımız haqqında məlumat verək biraz. Qruplarımız çox uşaqdan ibarət olmayacaq. Zaten mən bir otağa çox uşağı salmağı xoşlamıram. Eləcə də onlayn qruplarda da
maksimum 5 nəfərdən ibarət olan qruplarımız şəklində fəaliyyətə başlayacağıq. İnşallah sentyabr ayında başlayacağıq qruplara. Əlaqə saxlamaq istəyirsinizsə 050 647 0939 nömrəsi ilə əlaqə saxlayın və yerlər məhduddur. Çox sağ olun. Allah amanında inşallah digər videolarda görüşərik. Görüşmək ümidi ilə.